Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Türkmənistan Prezidentinə kompleks barədə məlumat verdi. Cənab Prezident, salam verəcək. Təzə əsərdir. Təbrik edirəm, gözəldir çox. Necəsiniz, hər şey yaxşı? Can sağ olun, hamısı yaxşı. Allah şükür, can sağlık. Salam Gel görüşək sizinle. Salam. Sağ ol, siz necəsiniz? Salam. Qonaqla da Vay, ne güzel kızlar, uşaqlardır, ne güzel balalardır. Salam. Gəlin şəkil çəkdirək birlikdə. Gəlin, uşaqlar gəlin burada toplasın. Üzü o tarafa dönün. Balalar güzel bir tarafa dönün. Çok sağ olun. Necə yaşayırsınız burada? Çok yaxşı yaşayırsınız. Doğma Qarabağ torpağında. Necə oxuyursunuz? Hamınız yaxşı oxuyursunuz. Hava baba çəkəcək öz telefonumuzu. Hər çəkdirək. Çok sağ olun. Sen ne yaşın var? 8. Ben de 7. Ve sen? 8. 8. Təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan və ümumi sahəsi 8 hektara yaxın olan bu kompleksdə 23 bina inşa olunub. Yaşayış kompleksindəki 450 mənzildən 28-i 1 otaqlı, 195-i 2 otaqlı, 190-ı 3 otaqlı, 30-u 4 otaqlı, 7-si isə 5 otaqlıdır. Kompleksdə keçmiş məcburi köçkünlər, həmçinin xidməti mənzillərdə Şuşa şəhərində müxtəlif dövlət qurumlarında çalışan şəxslər yaşayır. Burada geniş miqyaslı abadlıq, quruculuq işləri görülüb, yaşıllıqlar salınıb. Sakinlərin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılıb.